Maqlar artıq çoxdan böyük maraqla gözlənilən Qız Qalası festivalı start götürüb. Amma əgər hələ də burada iştirak eləməmsinizsə narahat olmayın. Çünki biz elə ən maraqlı məqamları sizə çatdırmaq üçün buradayıq. Avstraliyalı rəssam Barbara Şəkixan Sarayında olmasa da öz əsərində Şəkixan Sarayını əks etdirib. It's very nice festival. Çox gözəl festivaldır. Bu festivalın bir hissəsi olduğum üçün çox xoşbəxtəm. Mən abstrakt rəsm işləmişəm. Burada eşitdiyim, hiss etdiyim musiqinin rənglərini canlandırmağa çalışmışam. Hər kəs öz hekayəsini müxtəlif yolla çatdırır. Mən də burada müxtəlif pəncərələrdə öz dünyamı əks etdirmişəm. Bakının küləklər şəhəri olmasa Tunisli rəssamın da gözündən qaçmayıb. Seneqallı nümayəndənin çəkdiyi rəsm isə marağımızı çox cəlb elədi. Belə ki, o rəsm üzərində hər kəsdən Bye Bye Baby yazmasını xahiş eləyir. Elə səbəbini isə özündən soruşacağıq. Emma Till 1955-ci ildə Mississippidə şəhərdə gəzən bir qadına bu sözü deyir. Bye bye baby, bye bye. Emma qaradərli, qadın isə ağ olduğu üçün cavan oğlan qadının əri və qardaşı tərəfindən öldürülür. Bu dəhşətli hekayədir. Mən də bu əsərimlə irqçiliyə, bu cür cinayətlərə diqqət çəkməyə çalışmışam. Only know you've been high when you're feeling low. Only hate the road when you're missing home. Festivaldakı rəsmlər yalnız Qız Qalası maketi üzərində deyil, həm də Ceyran maketləri üzərində işlənilir. Albaniyalı rəssamın əl işi isə buradakı ən çətin və maraqlı əl işlərindən biridir. Azərbaycanlı rəssamımızın fikrincə maral dedikdə ağla ilk qadın gəlir. Elə o da bu əsərində Azərbaycan qadının gözəlliyini və zərifliyini əks etdirməyə çalışıb. Misirli nümayəndənin əl işi də diqqətimizi çəkdi. Belə ki, öz əsərində ancaq köhnə kağızlardan istifadə edib. Əvvəlki illərdən fərqli olaraq bu il ilk dəfə həm də 3D rəsmlər işlənilir.